Yanvarın 17-si Bakı Apellyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə sabiq Səhiyyə naziri Əli İnsanovun Ədliyyə Nazirliyinin pensioner xidmətinə qarşı şikayətinə baxılıb. Əli İnsanov həbsini siyasi və sifarişli adlandırıb və Ədliyyə naziri Fikrət Məmmədovun prosesdə iştirakına dair vəsadət qaldırıb. Mən bu iddiamda əsas şəxs kimi Ədliyyə naziri Fikrət Məmmədovu göstərmişəm. O nəyə arxayınlıqla nə ki özü nümayəndəsində göndərmişəm. Mənə deyilən cinayətlərin başında onun şəxsən özüdür. Xalası oğlu İlhaməlinin şəxsi tapşırıqdır. Niyə görürsən bu? Onun yönən şübhə vəsaiət qalsın. Azərbaycan Respublikasının Ədliyyə naziri Cənab Fikrət Məmmədov bugünkü məhkəməyə dəvət olunur. Və mənim ona çoxlu suallar. Belə getməyən şeylər. Xahiş edirəm, qoyulan məsələyi düzdür izah edir. Baxacaq deyəcəyim, bilməyəm bu. Haradadır bu məmləkətin ədalətdir? Ədalət naziri özü sayılmışdır. Mənim iddiama qarşı heç cavab verir. Heç kəsə heç hətta etibarnama verilmiş mənim əvəzini kim iştirak edirlər. Mən də heç bir şəxsin özünü göstərmişəm iddiamda. Nə ki gəlir? Heç nümayəndəsi burada yoxdur. Heç kəsə etibarnama verir. Bu Fikrət Məmmədov nə vaxtdan Əli İnsanovu sayılır? O, xalası oğlu İlhaməlinin arxayındır. Nahal arxayındır. Yanındakiləri idarə edən bir adam, verir, ifadə adam, bu qüvvətli nazirlərdən edir, bizə də işgəncələr verir.